direktor orada. Uşaqlar məktəbə daxil olmaq istəyir. Uşaq qalıb belə. Dərsə girmək istəyir, 4-cü sinifi buraxış eləmirlər. Birinci siniflərin korpusu buradır. Buradan məktəbə daxil olmağa haqları var. Sizin məktəb qapısını, təhsil ocağının qapısını bağlamağa ixtiyarınız yoxdur. Bura sizin şəxsi mülkünüz deyil. Suraxanı rayonu Nail Salamov adına 97 nömrəli tam orta məktəbdə bir qrup müəllim və valideynlər məktəb direktoru Mürsəl Kazımovun qanunsuz əməllərindən şikayətçi olduqlarını bildirərək, adı keçən məktəbdə Mürsəl Kazımovun burada mənəm Bağdadda kör xəlifə prinsipinə uyğun hərəkət edərək direktorun məktəbdə at oynatdığını bizə bildirdilər. Nəbiyeva Günay Böyükağa qızı, mən 20 ildir ki bu məktəbdə işləyirəm, ibtidai sinif müəllimi olaraq. Keçən il məktəbə hazırlıq mənə verilib, özüm aparmışam. Bu il isə paralel siniflər olaraq 2 birinci sinif var. Ancaq bir sinifdə digər müəllimənin sinifində 20 nəfər şagird, mənim sinifimdə 13 nəfər şagird var. Bəzi səbəblərdən hər iki müəllimə şagirdlərini itirib başqa məktəblərə gediblər. O müəllimənin 64 yaşı var və təqaüdə çıxmasına 1 il var. Müəllimənin adı nədir? Əliyeva Gültəkin. 64 yaşı var və sertifikasiya balı məndən aşağıdır. Mənim balım ondan yüksəkdir. Səhv etmirəmsə 43 bal. Və indi haqsız olaraq 52, indi haqsız olaraq sinif ona verilir. Mən öz hüququmu bilirəm, nazirin çıxışlarını da, brifinqlərini izləyirəm, qanunu da bilirəm və təlimatla da tanışam. Və bildiyim qədərilə sertifikasiya balı yüksək olan müəllimə sinif verilməlidir. Ancaq belə davranılmır və direktor əsas gətirir ki, bunu Bakı şəhəri təhsil idarəsi ilə həll edirik. Təhsil idarəsinə getdim və məni orada qəbul etmədilər. Çox güman ki, artıq burada başqa şəxsi maraq və s. var. Yaranmış vəziyyətə aydınlıq gətirən valideynlər Mürsəl Kazımovun qanunsuz olaraq peşəkar bir müəlliməni kənarda qoymasını etiraz edirlər. Biz uşaqlarımız onu istəyir, başqa müəllim keçmir, başqasını istəmirlər müəllimi. Günay müəlliməni istəyirlər. Mənim sinifim Mətanət. Nəvəm 1-ci sinifə gəlir Gültəkin müəlliməyə. 2-ci gün uşaq o sinifə girmək istəmədi. Ağladı. 2-ci gün, 3-cü gün ağladı. Sərt danışmağına görə biz də istəmədik. 2-ci gün mən getdim direktorun yanına ki, xahiş elədim sinifi dəyişsin. O müəlliməyə, Günay müəlliməyə. Dedi, yox, olmaz. Daha bu sinifdədir, olmaz. Mən adım Aynurədir. Misal üçün biz birinci sinifdə mən tək bir övladım var. Günay xanıma vermişik. O da ki, ən verdiyimizdə peşman deyilik. Çünki mənim uşağım da bəzi psixoloji problemlər filan yaşayıb. Hər müəlliməyə adaptasiya ola bilmir bu uşaq. Bizə indi məcbur eləyirlər. Keçən səfərdən 2 gün bundan əvvəl Mürsəl bəy bizə mesaj yazıb. Mən ondan tələb eləyirəm ki, mənə Təhsil Nazirliyinin qərarını göstər. Deyir ki, Təhsil Nazirliyi belə bir qərar vermir. Yəni, əgər Təhsil Nazirliyi belə bir qərarı vermirsə, bəs məktəb direktoru olaraq sizə kim ixtiyar verir ki, sən mənim xəbərim olmadan, məndən icazə almadan və bu boyda valideynin heç birinin düşüncəsini, fikrini almadan sən uşaq sinfi dəyişirsən. Hal-hazırda da eşitdiyimiz qədər həmin müəllimə, bilmirəm kimlərə, arxasında duranı var, Mürsəl bəy və bunu öz valideynləri belə ağzından deyiblər, Mürsəl bəy 2000 pul yentisi eləyib və hal-hazırda da bilmirəm, müəllimə özü dili ilə valideynlərinə deyib ki, mən o birinci sinif müəlliməsi, Gültəkin müəllimə, bəli, öz valideynlərinə belə deyib ki, məni heç kim yerimdən tərpədə bilməz, çünki mən 2000 pul vermişəm. Deməli, hər şey pulla həll olunur ki, bizim uşaqlarımız hal-hazırda qalıb ortalıqda. Mənim övladım 4-cü sinifdədir. Sadəcə 1-ci sinif müəllimə ki, çox gözəl insandır. Prosta biz də istədik ki, bir 4-cü sinif valideynlər adından biz də iştirak edək ki, yəni bizə də nəsə köməklik olunsun. Ayın 17-si tarixində, 17 sentyabrda direktor məni işdən sonra çağırdı və deyir ki, mənə dedi ki, təlimata uyğun olaraq idarənin qərarı ilə və qanunla sinif sizə verilir. Siz sabahdan birləşdirirsiniz hər iki qrupu, uşaqlar şagirdləri və dərs keçirsiniz. Ayın 19-u tarixində isə həftənin 5-ci günü, sentyabrın 19-unda məni çağırır və deyir ki, Təhsil Nazirliyi və idarə səhv edib, səhvə yol veriblər, vəziyyət dəyişdi. Sinif Gültəkin müəlliməyə verilir.
Şaxbulad Oxanlar Daşdəmiroğlu. Lap bu verildi uşağa. Uşaqlar verildi. Bir ildən sonra mənim uşağım getdi. Gələn güldəki müəllim çıxdı pensiyaya. Bu uşaq 3 il bundan sonra uşaq şikəst qalmalıdır. 33 uşağı harada görülüb ki, 33 uşağı bir sinifə verilsin. Ən azından bu 2 yerə bölünməlidir. 33 uşağı hansı bir məktəbdə var ki, 33 uşaq bir sinifdə oxusun. Var elə bir şey? 25'e Var 25'e kadar 33 uşaq ən azından bu 2 yerə bölünməli. 17-16'ya bölünür. Mənim uşağım niyə görə şikəst qalmalıdır üçün? Hər şeydə öz başına alıb, baş alıb gedir. Biri kart açır. məktəbdə fond pulu, vəsaitlər. Var da hər şeydə telefondadır. Bütün kartlar da var. Kart atırlar 20 manat müəllim yığılmalıdır. Hardan yığılmalıdır? Bəlkə elə bir ailə müəllimə ayın 5-i müəllimənin ad günüdür. Hansı müəllimə? Elə 6-cı sinifdə mənim bir oğlum da 6-cı sinifdə oxuyur. Tunardı Şaxbuladov. Şaxbuladzadə Tunar. Harada görülür? Kartlar da mənim telefonumda da hamısı. Göstərə bilərsiniz. Niyə göstərmirəm? Baxın da bu kartlar. Bu kart kimin Var kartıdır? kart, bilmirəm Zəhmət kimin. olmasa Baxın karta. operatoru çəkin. Bu kimin kartıdır? Bilmirəm, indi atıbda qrupdur da yaradırlar. Valideynlər qrupu da öyle, bu valideynlər qrupu yaradıblar. Bu dilənçilər qrupudur. Valideynlər WhatsApp platformasında yaradılmış qruplardakı yazışmalarda məktəbdə müxtəlif adlar altında şagirdlərdən pul yığılma prosesini necə həyata keçirməsini bizə təqdim etdilər. Eyni zamanda direktor Mürsəl Kazımovun məktəbdə öz səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif oyunlar çıxarması faktlarını əsaslı şəkildə bizə göstərdilər. Sabahın xeyir. Uşaq ev yox, bu gün dincəlsin, qərar vermirsən, heç nə olmaz. Sabahları mən də bu gün işə gec gedirəm, çünki idarədə iclasdayım. Sabah nə vaxt istəyirsən, bütün günü məktəbdəyəm. Əvvəlcədən mənə zəng vurur, səs at. Orada ola, uşağı da götür gəl, qələt edir başdan daşa döyürlər. O uşağı mən elə sinifdə aparacam, deyəcəm bu uşaq elə mənim qardaşımın oğludur. Bir köpək oğlu ona nəinki söz deyə bilər, heç yanından da toz olub keçə bilməz. Bu günləri sən də dincəl, o uşaq da dincəlsin, sabah səni gözləyirəm. Amma mütləqa biz kişi söhbət elədik səninlə. Məni padvat eləmə, gəl, orada heç sən görüşmə. Elə uşağı mən sinifə aparacam, bir kəlmə deyəcəm ki, bu uşaq mənim qardaşım oldu, bir adam buna heç gözündə belə qaralda bilməz, gözünü tökərəm. Hörmətli izləyicilər, biz hal-hazırda məktəbə daxil oluruq və qarşı tərəfin mövqeyini öyrənəcəyik. Xanım salam, səlahiyyətiniz nədir məktəbdə? Mən qadasım, yəni qoşu deyil. Onda gözləyin, Yox, direktor orada. Uşaqlar məktəbə daxil olmaq istəyir. Niyə təhsildən Məni pis vəziyyətdə qoyma. O özü gəlib buraxarsan. Qapının bağlı olmağını çəkməlidir. Qapının bağlı. Az yox, mən şeylər mən. Yox, sən nə danışırsan? Niyə bağlıyorsunuz? Yox, mən qurban olum, mən kiməm? Qoy qapısı kimsə gəlsin, qapısı kimsə gəl. Mən Niyə bağlıyorsunuz qapını? Niyə uşağı Sinifə qoymurlar. Bax 4-cü sinifdir. Uşaq qalıb belə. Dərsə girmək istəyir, 4-cü sinifi buraxış eləmirlər. Belə şey olar. Ağlama. Birinci siniflərin korpusu burada. Buradan məktəbə daxil olmağa haqları var. Sizin məktəb qapısını, təhsil ocağının qapısını bağlamağa ixtiyarınız yoxdur. Bura sizin şəxsi mülkünüz deyil. Sinif otağı hal-hazırda bağlıdır. Baxın, direktor sinif otağını açarla bağlayıb. Birləşdiriblər. Necə? Mən dünən işə gəlmişəm və sinif otağını açarla bağlayıb direktor və bugün eşitdim ki, artıq stulları da, partaları da sinifdən uzaqlaşdırıb. Və məni sinifə girməyə qoymur və məni təhdid edir. Təhdid edir ki, yəni 72-ci maddə ilə, Əmək Məcəlləsinin 72-ci maddəsi ilə səni işdən azad edərəm və s. Hörmətli izləyicilər, baş verənlərə aydınlıq gətirilməsi üçün məktəb direktoru Mürsəl Kazımovla əlaqə saxladıqda o bizə məlumatı Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətindən əldə etməyimizi tövsiyə etdi.